Salam aleykum. Ölkədə zob xəstəsi qalmayacaq. Qurbağa terapiya herbamedikativ mərkəzində var. Gəlin. Yəni bu qurbağadan bağlayırsınız hər iki tərəfdən. Təxmini bir 2 saata qədər qalmalı. Vəssalam, görmürsünüz sakit dayanıb burada. Burada nə var ki? Bununla yanaşı olaraq 1 kiloqram ot indi də alın. Səhər gün axşam yeməkdən 1 saat qala 1 saat aşağı azadlıq 1 stəkan suyuna içilir. Və qurbağa və ot indi. Zobdan qurtulursunuz, ömürlük dərmanlatmalardan qurtulursunuz da. Bunun artıq nə istəyirsiniz? Allah can sağlığı versin. Fizolyasyon burada bu şəraiti yaradıb. Çin dəniz qurbağasıdır bu. Çin dəniz, həm də ki bu yeyilir. Düz deyim də biz yemirik. Müsəlman dövlətində bu haramdır təbii ki. Amma təmiz qurbağadır. Belə, çox sağ olun, minnətdarım. Gözəl qurbağalarda baxın burada. Hamısı təmiz. Narahat olmayın. Həkim nəzarəti altında. Heç bir qorxusuz adı yoxdur. Çox sağ olun, minnətdarım.